2025-ci ildə Azərbaycanda ən azı 43 hərbiçi qeyri-döyüş şəraitində vəfat edib. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hesabatına görə 12 nəfər müxtəlif xəstəliklər, 10 nəfər intihar, 8 nəfər avtomobil qəzası, 7 nəfər müxtəlif bədbəxt hadisələr, 2 nəfər qeyri-qanuni əməllər, 2 nəfər mina partlayışı, daha 2 nəfər isə naməlum səbəblərdən həyatını itirib. İnstitutun direktoru Cəsur Məmmədov qeyri-döyüş şəraitində əsgərlərin həyatını itirməsini korrupsiya ilə əlaqələndirir. Mən qeyd edim ki, müharibə dövründə də belə idi. O zaman döyüş itkiləri də əlavə olunurdu, amma döyüş itkiləri indi yoxdur, amma qeyri-döyüş itkilərində artım qalmaqdadır. Bu tendensiya onu göstərir ki, əsgər ölümlərinin səbəblərindən biri korrupsiyadır. Yəni sadə dillə desək, büdcə artır, amma pul əsgərə çatmır. Yəni əsgərin təminatında, əsgərin yaşayışında elə bir ciddi dəyişiklik yoxdur və mən hesab edirəm bütün problemlərin həlli Azərbaycanın müqaviləli orduya keçidi ilə bağlıdır. Nə qədər ki, orada ciddi islahatlar aparılmayıb, ordunun tam müasir standartlara uyğunlaşdırılması prosesi həyata keçirilməyib, bu kimi problemlər qalmaqda davam edəcək və əsgər ölümlərinin təəssüf ki, şahidi olmaqda davam edəcək. İnstitutun hesabatında o da deyilir ki, 2025-ci ildə azı 11 hərbi qulluqçu müxtəlif səbəblərdən xəsarət alıb. Onlardan 7-si mina partlayışı və biri antiterror əməliyyatı zamanı yaralanıb. 3 nəfər isə zəhərlənib.